Hamıya salam. Bugün ən balaca müştərimin məndən istəyini toxuyuruq sizinlə bərabər. Qızım bunu hansısa bir YouTube'da balaca uşağın saçında görmüşdü və məndən istədi. İstədim sizlərlə də bölüşüm. Qırmızı ipim olmadığına görə bir sirli qırmızıdan istifadə edirəm. Siz isə istənilən qırmızı ipdən istifadə edə bilərsiniz. Sehirli halqanın içərisinə 6 ilmək atıb sehirli halqamızı bağlayırıq. İşarətləyicimizi taxıb ikinci cərgəmizə keçirik. İkinci cərgəmizdə hər ilmənin içərisinə 2-2 batmaqla 6 olan ilməklərimizin sayını 12-yə çıxardırıq. 12 ilməyimizi 3-cü cərgədə heç bir artırma və ya əskiltmə etmədən olduğu qayda ilə hər ilmənin içərisinə bir dəfə bataraq 12 ilmə toxuyuruq. 4-cü cərgəmizdə isə artıq kəsmə işi etməliyik. Birinci ilməyimizin içinə batıb ipimizi çəkirik. İkinci ilməyimizin içinə batıb ipimizi çəkib 3 ilməyimizi birgə toxuyuruq və beləliklə artıq bizim alballarımız büzülməyə başlayır. Sonuncu ilməyə qədər toxuyub kəsməliyik, amma bundan əvvəl içəridə uzun qalan ipimi kəsirəm ki, bu mənə mane olur. Albalımızın içərisinə biraz sintifon doldururam ki, toppuş qalsın və qalan ilməklərimi də 2-2 kəsməklə albalımızın sonuncu ilməyinə qədər toxuyub kəsib davam edirik. Sonuncu ilməyi toxuduqdan sonra bizim artıq baş hissəmiz tam büzülmüş olur. İpimizi biraz uzun saxlayıb kəsirik. Kəsilən ipimizi isə albalımızın içərisində gizlədirik ki, görünüş daha gözəl olsun. Gizlətdiyimiz ipin uc hissəsi görünə bilər. Bunu da mənim kimi kəsə bilərsiniz. Albalımızın artıq saplaq hissəsini toxumalıyıq. Yaşıl ipdən istifadə edirik. Buna görə 12 ilmək çəkirik. 12 ilməyin sonrasında digər albalımıza uzun çəkdiyimiz ipimizi bağlamalıyıq. Onun da sonuncu toxuyub bağladığımız hissəsindən bataraq ilməyimizi bağlayıb, ipimizi biraz uzun saxlayıb kəsirik və artıq bizim iki albalımız bir-birinə bağlanmış vəziyyətdədir. Yaşıl ipimizi də gizlədib keçirik yarpağımıza. Yarpağımızı da kənar hissədə necə toxuyacağımızı yazmışam. 18 ilmək atırıq və birinci ilməyimizi sadə toxuyuruq. İkinci ilməyimizin içərisinə yarım 2 sütunlu ilmə toxuyuruq. 3 ilməyimizi birgə çəkirik ki, yarım olsun. Üçüncü ilməyimizin içərisinə 2 sütunlu ilmə toxuyuruq. 2 ilməyimizi 1, 2 ilməyimizi 1 toxuyuruq. Digərinə isə 3 sütunlu ilmə toxumalıyıq ki, yarpağımızın orta hissəsi biraz böyüməlidir. Yenə növbəti ilməyimizin içərisinə isə 5-ci ilməyimizə isə 3 sütunlu ilmə toxuyuruq. Və artıq bizim yarpağımızın böyük hissəsi yarandı. Artıq kəsməklə balacalatmalıyıq. 1-2 sütunlu ilmə toxuyuruq. Yenə yarım 2 sütunlu ilmə toxuyuruq. Yəni ilməyimizi milimizin başına doluyub, ilmək çıxartıb 3 ilməyi birgə alırıq və sonda 1 ilmək bağlama ilməyimizi toxuyub yarpağımızın bir hissəsini tamamlayırıq. Digər hissəsini də eyni sayları göstərdiyim qayda ilə toxuyuruq və yarpağımız da tamamlanır. İndi isə gəlin yarpağımızla vişnələrimizi bir-birinə bağlayaq, albalılarımızı. Bir yaşıl ipdən azca kəsirik, ipi, daha doğrusu vişnələrimizi yarpaqla birlikdə belə bir saç aksesuarının üzərinə yapışdırırıq və bizim bu şirinlərimiz artıq hazır. Sen necə də gözəlsən.